Deməli, xoralı kolit də əksər vaxt çox təhlükəli olur və bunun da iki forması var: spesifik və ya qeyri-spesifik xoralı kolit. Hər ikisində güclü ishal əmələ gəlir, bəzən qanamalar da əmələ gəlir və çox təəssüf ki, bunun çox bahalı bir kimyəvi müalicəsi var. Müalicəsi deməzdim bunu, belə deyərdim ki, müalicə yola verməkdir. Bir müalicə deyil, daha doğrusu yola verməkdir. Yəni xəstələr bunu hər gün içir, amma sağalmır. O dərmanlardan asılı qalır. Dərmanlar da od qiymətinədir. Bir dənə də şamı var. Adlarını da demirəm. O şamda od qiymətinədir. Amma bizdə bunun çox rahat, sadə, ucuz müalicə yolları var və biz bu xəstələrə, demək olar bizə müraciət edən xəstələrin hamısını müalicə eləmişik. Müalicələrimizə yenə də biz deyək, həmişə biz onsuz da bildiklərimizi demişik, paylaşmışıq. Deməli, 3 ədəd qarazirə yağı alırsınız, 250 qramlıq. Onu bir sistem üzrə içirsiniz. Sistem necə olacaq? 15 gün ərzində gündə bir dəfə səhərlər 1 çay qaşığı, 15 gündən sonra artıq gündə 2 dəfə yenə 1 çay qaşığı, 15 gün davam edirsiniz və bu 15 gündən sonra artıq 3-cü 15 gündə isə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içirsiniz təxminən 2 ay ərzində. Bu bir. Niyə biz qarazirə yağını yavaş-yavaşdan başlayırıq? Qarazirə yağı iltihab əleyhinə çox mükəmməl bir yağdır, amma yenə də adı yağdır və xəstəmiz də ishaldır. Ona görə də xəstəyə bu yağı güclü dozada vermək olmaz və biz ona görə də balaca dozadan başlayırıq, ondan sonra bunu qaldırırıq. Ondan sonra uzun müddətdə içdikdən sonra artıq biz bunu kəsirik.